Alinkanın başına baxmayın. Saçını yığmışdım, yeridən açdı. Herkese salam, benim adım Kamila'dır ve Kamil Semih kanalına hoş geldiniz. Her birinizi buradan salamlayıram ve biz yeni vlog başlayırıq. Bu arada Alin aşağıdadır, evləri dağıdır, kraskalarımı açıp töküb yerə ve biz yeni bir güne, güzel bir pozitif enerjiyle başlayaq. Kanında səhər yeməyi budur, pendirdir, az duzlu, yumurtadır, göyərti ilə, şüyüdlə. Bir de kaşası. Gedim onu keşen yedirtlerim. Buna tipe bakın. Am. Na sama kuşi am elə. Am. Düşəcək indi. Düşdü. Suyumuzu söndürüblər. Su gəlmir. Bilmem ne yiyəcəm. Gərək gedim bakacağım. Səhər durdum. Əsəblərim köplanıb. Pendir sevdası da bitmir. Anne de giyindirdim. Böyle görsənir. Böyle cins yubkası var. Kalgotkası da bir de sweatshirt giyindirdim. Bir de baletka olacak. Çünkü onları bir defa ad günündə giyinmişdim. İndi istəyirəm həyətə böyle çıxsın. Boş kalmasınlar, evde dururlar onsuz da. Qaynanaya oxşur Aylin. Şimdi evin dalınca qaçıram, onun dalınca. İdem gülət. Alir. Keçilerine bakın hele. Qapısını da giyindireceğim. Düşe biraz həyətə. Böyle tatlı şeyler almışam onun için. Pudingdir, bir de Barney şeyleridir. Bunun tərkibində pasterize edilmiş inek südündendir. Ona göre tərkibində şeker de var. Ona göre ben Alinə 1 yaşdan verirəm onları. Verim biraz tadına baxsın. Pudingdir. Sevəcək, böyle şeyleri sevir. Aquşanda böyle yiyir özü. Bundan hardasa həftədə bir dəfə verəcəm. Gəlin. Şirin bir şeydir. Baxsın tadına. Çıxdıq yenə çölə. Gedək göyərçinlərə yem verək. Sevinir keçi. Açdılar. Бросай. Они когда не следующие? Типа. У меня хлебушка в руке остался. Ам? Быстро, иди катайся. Aylin. Halilova Aylin Samir kızı çempion. Куда хочешь? Куда? Аферистка Балаca. Иди ко мне, иди кızım. Кукусь. Иди сюда. Алинка, поднимайся. Ку-ку. Ку-ку. Иди, пупсик.
Ev belə təmizdir. Toz soranladım. Yerləri sildim, qaldı mətbəx işləri. Orada nə qədər qab var, çünki suyumuzu kəsmişlər. Bak açmışam. Orada da paltar yuyuram. Burada tərtəmiz. İndi Aylin o bir otaqdan çıxardacağım. Matını qoyacağım bura. İsə Aylin də burada oynayacaq. Mən də qablarımı rahat yuyacağım. İstəyirəm qablarımı yuyum. Bir də sizə bir şey göstərim. Bu Crystalix'dan yenidən almışam. Çünki çox gözəldir. Çox gözəl köpüklənir və istədiyim ki, heç qurutmur əllərimin dərisini. O birisi növünü almışdım. 2 manat neçəsə qəpiyi olan. Bu da indirimliydi. 1 manat 69 qəpiyi idi, yoxsa nə qədər idi. Bu da qəşəng köpüklənir. Başqası da var. Məsəl üçün üzüm qoxusunu xoşlamırsınızsa, lavandalı olmalıdır. Onu xoşlamırsınızsa deyəsən limonlu var. Hər kəsə uyğun gözəl qoxu ilə satılır. Yəni bunlarla mən heç bir reklam eləmirəm. Sadəcə bəyəndiyimə görə sizə də tövsiyə edirəm. Əgər Fairy oxşar nəsə axtarırsınızsa, bundan Crystalix'la öhdəsindən gələ bilərsiniz. Qarımı da yudum. Su olmaya baktan olduğu suyla yudum. Burada Alinka üçün sup koyuram. Deməli, bir xanım yazmışdı ki, bizdə məsəl üçün zeytun yağı yoxdur. Mən evdəki yağdan istifadə edə bilərəmmi? Edə bilərsiniz məncə. Mən məsəl üçün biraz kərə yağla duru yağ qarışdırıram. Öyle biz yediyimizdə. Və salam. Supunu hazır edirəm. Brokoli ilə ət supu olacaq. Alinka da bugün bir məşərlə görək necə alınacaq bu supçuk. Soğan burada köklə biraz qızardıram onları həmişə ki kök rəngini versin. Sup belə daha da gözəl alınır və dadlı. İndi pomidor da istəyirəm vurum bura. Tomat pastası mən işlətmirəm Aylin suplarında və istəyirəm tomat vurum. Pomidor bir dənə balaca. Çoxdan vurmurdum, hələ bilirdim ki allergiyası var, amma bir neçə gün verirdim pomidorları yiyirdi. İndi pomidor vuracağım bura. Pomidorumuzu da attım. Qiymə var idi məndə orada. Qiyməli belə sup olacaq. Dəf eləmişdim, yedi. Qiyməni də atmışdım arazinika, belə dənələmişdim. Axşama da bir şey fikirləşərəm onun üçün. Bugün orta yemək olacaq, sup çıxır. Все, belə. Eti əlavə elədim, kartofu attım. Ən sonda brokoli əlavə edəcəm. Çünki brokoli tez pişəndir. Tez pişən deyil, sadəcə onu çox geç pişirəndə, məsəl üçün 30 dəqiqə qaynayanda bütün vitamini itir. Ona görə brokoli ən axırda gedəcək və bura belə bol vitaminlidir deyə mən təkcə vermişir qoyacağım. Məsəl üçün brokoli olmayanda, kələm olmayanda, ya kök olmayanda mən qarabaşaqla mərcimək atıram, çünki onlar da faydalıdır. Amma indi sadəcə vermişir atacağım. Və ən sonda brokolimizi. Bir də su. Bu dəfə bulyon eləmədim, çünki ət buradadır da, yəni. Ət indi öz tüm dadını bu şorbaya verəcək. Ən sonda da brokoli. Bir də makaronlar balaca attım. Burada da kompot pişirirəm. Aylin üçün alma vurdum. Bir də ki, o atam göndərdiyi quru meyvələrdir. Supu da hazır. Yine supçuku hazırdı. Şimdi onu yedizdireceğim. Burada meyveleri çıkarttım. Burada kompottu. Özüm için böyle bir salat elədim. Yüngülvari terəvəzlərlə. Iceberg salatıdır. Turpdu. Biyertidir. Burada da qarabaşağımdı. Burada da etli çıkarttım ki akşama Aylinə makaronla yemeğliyim. Bunlar da hazırlıqlarımdır. İndi bir dənə bu qaldı. Yumurta da qaynadıram özümə 2 ədəd. Çünki səhər heç nə yeməmişəm. Heç olmasa günorta normal bir yemək yiyeyim. Makaron da qiyməli hazırdır. Akşam Aylinə yeməkdir. Bir də belə elədim onları. Tavada biraz az su qatdım və bağlı qapaqla pişirdim. Ноги палец засунуть. Ноги палец засунуть, Айлин. Это любовь у них взаимна. Deməli, burada pankek eləyəcəyik banandan. Bizə lazım olacaq un. Mən bundan istifadə edirəm. Amma bu unda allergiya olan uşaqlara vermək tövsiyə eləmirəm. Yəni, sizdən asılıdır. Əgər uşağınızda allergiya varsa vermək olmaz. Elə burada yazılıb ki, gluten var, həm yumurta var, nədir onun adı? Qoz ləpə izləri də
qoz izləri də ola bilər. Əgər allergiya varsa, tövsiyə edirəm. Ailində yox deyə verirəm. Düyülü undan. Düyülü un bu. Görürsünüz burada həm idealində sırnik eləmək üçün, keks eləmək üçün. Yarım bananım var idi. Dedim onu da dəyərləndirim. Bir də aquşot var o. Dünən Aylin güvənmişdi, qalmışdı. Dedim onu da tullamayım. Dəyərləndirim. Bir də qabartma tozu. Bir də bir ədəd yumurta. Ailə bir yerdə yemək bişirirəm. Yeməklə də ki, zavtraq edirəm onun üçün. Biz sizə də göstərəcəm. Bir yumurtanı qırırıq. Sonra gedir aquşanın yoğurtu bura. Что делаем, дети? Okey. Biraz qabartma tozundan istifadə edirik. 2 xörək qaşığı un lazım olacaq bizə. 1. Bu da 2. Bunu indi yaxşıca qarışdıraraq sonra bananı doğrayacağım mən. Bu xəmirdən istifadə edəcəm. Bananı ora əlavə edib pişirəcəm onu. Yemək gözləmə, bundan sənə pankek eləyəcəm. Belə bir şey alınır. Keçək bunu qızardaq tez. Bananları doğradım. Məndə az idi banan. Siz çox eləyə bilərsiniz. Belə göndəririk həmirə bananı. Ondan sonra göndəririk, qoy bişsin belə bu formada. Və belə mini aladuşkilər alınır. Belə banan biraz böyük olanda belə formada alınır. Mən biraz yağda qızartdım ki, tava biraz yapışqan idi. İçi də bananlıdır. Çox ləzzətlidirlər. Ailəm bunları sevərək yeyir. Siz də hazırlayın. Sizin üçün səhər yeməyinə bir ideya olsun. Burada kaşa. Əlavə edəcəm ki, kaşa da yeyəcək bununla bərabər. Bir də ən axırda su verəcəm ya kompot. Bizim taryalaçkamız hazırdır. Ailen üçün aladuşkilərdir banandan, sıyıqdır və kivisi. Gedim yedizdirim onu. Mauqli balam buradan yeyir. Birini yiyib bitir, sonra da dəftə deyil, elə bir salmıram. Nə? Nyam nyam. Qıqqə. Aylin bacım balkonda səhər yeməyi keyif edir. Hər şey dağıtdı. Yarısı yerdədir, yarısı ağzında, yarısı qarnında. Nədir? Belə yemək yedik. Səhər yeməyini. Nyam nyam. En sevdiğim meyvesi de kividir. Benim diyecek yemeğim buradaki şeydedir. Balqabaq tomudur, iceberg, yumurtadır qaynatmışam. Burada yoğurtla avokadodur, turp, bir də qarabaşaq. Qarabaşağı da belə zilinçlə elədim, bir də köklə. Bunu yiyəcəm. Çox gözəl görsənir əslində. Gedim yiyeyim. Bu da mənim bugün zavtraq eləmədim, ona görə qırıçkanı bol qoydum. Axşam da heç nə yeməyəcəm. Bircə kefir falan belə şeylər içəcəm. Balaca adam. Çıxmışıq gezməyə, Aylin öz gəzir. Əyri ayaqlarıyla. Aylinka. Aylin də hər yerə girdi. Uşaqla marketə getmək belədir. Rahat markete gitmiştik. Kesmikli bulka götürdüm. Aylin için 95 qəpiyə. Özümə belə cudu ətli 1 manat 30 qəpiklik belə çox dadlıdır, ətlidir. Sonra nə götürdüm? Bir dənə özümə full tea seçmişəm indi bunlara. Və Aylin üçün rahat marketdə belə bir bozilər gördüm. Gecə yatmaq üçün belə görsənirlər. İkisinə 9 manat verdim. Orada əslində rahat marketdə çox var idi.
seçmək üçün. Material da qəşəngdir. Belə leopard formasındadır biri. Mən böyük götürmüşəm. Neçədir burada? 18-24. Belə bodilərdir. Çox rahatdılar. Material da ki, məncə materialı çox yumuşaqdır. Yazılmayıb hansı materialdır. Amma pambuğa da oxşuyur. Cipollino Kids. Görürsünüz? Rahat marketdə var. Avropa məhsuldur. Görürsünüz? 100% pambuqdur. Bir də beləsi. Məncə gecə idealdır. Bunlarda yuxu, bunlarda yatmaq Alinka üçün. Geçən bodilərdə. Bir dənə Aguşa suyu almışdım. Atdım çantasına. Mən bu sulardan götürürəm. İçir. Bir də belə sok götürdüm onun üçün. Şipovnik. Alim bunu da sevir. Burada da heç Alimin veşləri də aparmışdım özümdən ki, yolda birdən su istəyər, birdən salfetka lazım olar bizə və paliçkisini götürdüm. Frutoniyani bunları çox sevir. Rahat marketdə də var. Deyəsin 2 manat yoxsa 1 manat necəsə qəpik. Çox qəşəndilər. Kruzny paliçki bunlardan Joker'dan alırıq. Amma indi başqa marketlərdə də görmüşəm. Tam store'da görmüşəm, rahat marketdə görmüşəm. Elə bu qədər. Bizim maksimum eğlencemiz ailədən. Zarafat edirəm. Bir dənə multi qoşmuşam ona ki, supunu qoydum ora, mikrovalnovkaya. En sevdiği veriliş budur, Lala Luna. Yazabilirsiniz YouTube'da. Lala Luna çıxacaq. Rus dilindədir. Amma mahnılar oxuyur, öyrəcil bir verilişdir. Bəzi şeyləri Aylin oradan öyrənir. Şüçözkasına baxmayın. Taxıram, çıxardır. Sosa, постоянно sosa. Yemeğini de vereyim, dizdirim onu. Gedib işlərimi dağılacağım. Ətləri qoydum qızmağa. İndi bir dənə qəşəng ətli sos hazırlayacağım. Tomat pastasını da vurdum. Biraz soğanla qovurdum. En sonda kartoşka əlavə edəcəm. İşte. Benim Joker'dan məhsullarını da gelip götürdüm. Bezlerdi. Açmışdım birini. Açmıştım. Bu bezləri de Bambo Nature bezləri içində 38 ədəddir. 30 neçəsə 39 manat olmalıdır. Yoxsa nə qədər qiyməti var. Mən artıq 15 kilo plus götürdüm. Biraz böyük götürdüm. Muş formasındadır. Ona göre bunlardan mənim üçün rahat istifadə eləməyi ailen üçün. Böyle paçkanı götürdüm. Şimdi gedin bunu yerləşdirim. Bizim Kindəmil qidamızdan da götürdüm. Bundan verirəm mən ailenə 3 nömrə. Gecə gündüz hələ ki yeyir. Ona görə hələ ki Smith davam eləyir. Haçan bitirməyə çalışsam sizlərlə də bölüşəcəm. Sonra Kindəmil sıyıqlarıdır. Belə tərəvəzli brokoli ilə gül kələmidir. Sonra beləsi var. Südlüdür hamısı. Bu nə iləndir? Gilə meyvə südlü. Çox qəşəng qaşalardır. Həm vitaminlə zəngindir, həm tərkibi təmizdir. 11 manat necəsə qəpik olmalıdır. Bu alma ilə qara qaraqatdır. Sonra çinyalarımız. Onlar da qiyməti hardasa 2-3 manat arası olmalıdır. 12 plusdur. Çox qəşəng çinyalardır. Sonra 6 plus belə. Bunlar da həmçinin vitaminlə, mineralla zəngindir və palma yağı yoxdur. Bu gecə piçenyelərdir. Yəni yatmamışdan öncə verə bilərsiniz. Melissa tərkibli olmalıdır. Qəşəng piçenyelərdir. Bunda 2-3 manat arası. Sonra belə atışdırmalıq Frutonyanyanın banandır. Burada meyvəli paliçkilərdir. Kuruzlu. Çox qəşəngdilər. Artıq bir paçkanı ailen yedi. Bu da 1 manat 90 qəpik yoxsa 2 manatdır belə. Bambu salfetlərimiz 5 manat neçəsə qəpik. Tam qəpiklə yadımda deyil, amma hardasa 5-6 manat arasıdır. Bunlardan götürdüm. Tərkibində lasyon, parfüm, spirt belə şeylər yoxdur.
rahatlıqca bunları özümdən həyata da götürürəm. Lazım olanda ağzını, burnunu, orasını, burasını silirəm. Və son olaraq qablaşdırılmasına görə götürmüşəm. Çünki rahatdır bir əllə sıxmaq. Bübken məhsuludur. Həm çimizdirmək üçün vasitədir, həm şampun. Aloe vera tərkiblidir, çox qəşəndir. Gündəlik sabun götürmüşəm belə. Qəşəng qoxusu var. Bübken sabunu. Və belə bir şampun. Qablaşması çox qəşəndir. Aylin də məsəl üçün Aylin çimizdirəndə bundan. Hamısı da aloe vera tərkiblidir. Və beləliklə alışverişimiz bitdi. Gedim bunları Aylinin yerlərinə qoyum. Все. Bir də bu sulardır. Anquşanın suyunu verirəm. Anquşanın sukudur. Bayaq göstərdiyim. Bunu Aylin artıq açmışdı, yemişdi. Belədir. Belə göstərir. Kukuruz palçıqdır da, yəni uşaqlar üçün. 12 ay plusdur bunlar, qızlar. Bir də belə puding götürdüm. Şokoladdır. Bunları da həftədə bir dəfə verirəm belə şirin dazdırmaq üçün. Yemək vaxtıdır artıq. Aylin multiksiz baxmır. Bugün əsəblərimə çox oynayıb. Sup verəcəm indi ona. Brokoli ilə olan. Yedizdirim onu. Qayıdım yanımıza. Önlüyü də taxmışam. Gərək önlüyünü dəyişdireyim. Artıq uca burada görürsünüz. Rəngi gedir. Yetədəsini sifariş edəcəm. Bu arada Aylin üçün Temu'dan bir neçə şeylər sifariş eləmişəm Temu'dan. Gözləyirəm gəlsin. Sizinlə paylaşım. Gözəl şeylər var orada. Durmuş uzanıb yanımda mənə döyür. Hava da belə bir təhərdir hələ. Çölə də çıxa bilmirik. Nə pis vurursan sən? Çox pis vurur məni. Mən deyəcəm qızlara. Döysünlər səni. İncidirsən mamanı. Səni belə bilmirdilər axı. Görsən necəsən sən? Xuliqanka. Xuliqanka. Adam mamasını döyər. Mən də məzgənirə nə bil. Balaca bebeş yatmaq istəmir. Götürmüşəm kravatını bura ki, kravatda yatsın. İsterika edib da mənim üçün. Sozanı ver, aparam Sosavı. Gah gülür, gah ağlayır. Yat görüm. Bir şey de dəli olub. Görün neyinir. Bugün tam Ali'nin keyfi olmayıb da yani. Götürüm yanıma yatırım, sonra atım pasteline. Sənə nə olub? Dəlixana da imkan vermirlər. Mama bir dənə uzanıb seriala baxsın, çay içsin. Bu da yeni bodisi. Heç nə, gedim yatırım, sizinlə də sağollaşıram. Bu vlogu bitireyim. Görün neyinir. Heç nə qızlar. Sağ olun. Görüşərik gələn vloglarda.